Xeyir olsun əziz şagirdlər. Bu gün sizlərlə 9-cu sinif üçün nəzərdə tutulmuş OTK sınağının qrammatik izahlarına baxacağıq. Daha sonra isə mətn izahlarını da YouTube kanalımızda görə bilərsiniz. İlk sualımız köməkçi nitq hissələri ilə bağlıdır və şərtdə deyir ki, yalnız köməkçi nitq hissəsi kimi işlənə bilən sözlər istəyir. Yalnızın da ədat kimi olduğunu bilirsiniz. Məhdudlaşdırıcı ədatdır və həmçinin sonranı biz zərf bölməsində, başqanı da sifət kimi işləndiyini də bilirik. 2 və 5-i hər yandan siləndə təbii ki, cavab D variantı olacaq. İkinci suala baxaq. Hansı cümlədə modal sözlə bağlı durğu işarəsi səhv qoyulubdur? Söhbət modal sözlərdən gedir. Misal üçün, B variantında bir yanlışlıq var. Amma o yanlışlıq modal sözün yanlışlığı deyil. O, bağlayıcının yanlışıdır. Bunu götürmürsünüz. A variantında hər şey qaydasındadır. Sözün hamının ürəyindən oldu. Yəni, bu, burada olmaya bilərdi. Yəni, fikrə münasibət olmaya bilərdi. Akif əlbəttə yenə bizi çağırırlar. Burada Akif xitabdır. Əlbəttə modal sözdür və vergül də qaydasındadır. Sözsüz yenə qalib gələcək və yenə hər şey qaydasındadır. Biz bilirik ki, sanki elə bir güya tipli modal sözlərdən sonra vergüldən istifadə olunmur. Ona görə də cavabımız E variantıdır. Hansı nümunədə bağlayıcı işlənməmişdir? Tapmaq əslində asandır, çünki burada və bağlayıcısı var, tabeçilik bağlayıcısıdır və aydınlaşdırma işinə baxır. Burada lakin var, qarşılaşdırma mənasındadır. Burada isə var, bəlkə çox şagirdi çaşdırıb, amma isə burada bağlayıcı mövqeyindədir. Amma ancaq lakindən əvəz eləyə bilirik. D variantında isə halbuki ifadəsi var. Bu da yenə qarşılaşdırma məzmunundur. Biz görüşdük, amma bu bir təsadüf idi. Cavab E variantıdır. Niyə E variantıdır? Ona görə ki, iləni və ilə əvəz edə bilmirik. Əgər əvəz etsəydik, onda bağlayıcı idi. Burada isə qoşmadır. Bu da E variantıdır. Hansı cümlədə zərf işlənməmişdir? Növbəti OTK sınağında da bu tipli sual var idi. Zərfin üzərinə çox düşüblər. Səbəb də ondan ibarətdir ki, bəzən zərf və zərflik anlayışı şagirdlər tərəfindən qarışdırılır, amma unutmayın ki, biri nitq hissəsidir, digəri isə cümlə üzvüdür. Bu kiçik olan nitq hissəsindən gedir və burada konkretlik olmamalıdır. Misal üçün, burada bura ifadəsi var. Bura konkret bir yer deyil. Ona görə də bir də zərf işlənibdir. İndi ifadəsində zaman olaraq konkretlik yoxdur. Ona görə də 3-də də işlənibdir. 1 və 3-ü hər tərəfdən çıxın. Gördüyünüz ki, cavab A variantıdır. 5-də görək nə var imiş? 5-də də ailə üzvlərimizlə birlikdə səhər Şuşaya gedəcəyik. Nə zaman? Səhər birlikdə nə tərzdə ifadəsindən istifadə edə bilərik. 5. Hansı ifadələrin hər ikisi yerinə görə həm sərbəst, həm də sabit söz birləşməsi kimi işlənə bilər. Yəni, frazoloji birləşmə kimi də götürə bilərik. Adi ismi birləşmə ya da feili birləşmə kimi də götürə bilərik. Düzgün cavab burada D variantıdır. Tora düşmək həqiqi və məcazi də ola bilər. Yol göstərmək də həmçinin eyni qaydada gedir. Digərlərində isə bəzən olur, bəzən də ola bilmir deyə götürmürük. Keçək 6-ya. İsim olmayan hansı sözlər İsmail qrammatik şəkilçilər qəbul edibdir? Bu sualı inanmıram ki, kimsə səhv eləsin. Çünki qrammatik şəkilçi bir 2-də var, bir də 5-də var. Və isimdə deyil. Cəsur sifətdir, 5-də saydı, cavab A variantıdır. Altına xətt çəkilmiş sözün yerinə görə fonetik təhlili ilə bağlı doğru fikirləri müəyyən eləyin. Birinci sual şərtdə sizi çaşdırmağa çalışıblar. Əminəm ki, çox şagird burada yanılıbdır. Çünki ayrılıqda tənbəllik sözü bu formada tələffüz olunur. Razıyıq, amma özündən sonra saat gəldiyi üçün burada bir yer tələffüzünə keçmə var. K-yə əvəzlənməsi var. Ona görə də bir olan versiyaları yanlışdır, götürməməlisiniz. Yazılışı ilə tələffüzü arasında 2 fərqli məqam var. Bəli, bu doğrudur. Elə buna əsasən də bilməliydiniz ki, bir yanlış fikirdir. Səslərin sayı hərflərin sayından azdır. Belə bir situasiya ilə qarşılaşmırıq. Kağıt samitlə başlayıb cingiltili samitlə bitir. Bax, burada da bizə deyir ki, orada K-yə əvəzlənməsini yerinə qoyaq. Cavab B variantıdır. Başlanğıc formasında 2 leksik şəkilçi olan sözü istəyir bizdən. Başlanğıc formanın işarəsi bu formadadır. Tərsinə çevrilmiş sanki kökdə, amma fərq ondan ibarətdir ki, içərisində kök və leksik şəkilçilər olur. Qrammatik şəkilçinin başlanğıc formaya aidiyyəti olmur. Razılıqsız sözündə bəli 2 dənə leksik şəkilçi var və başlanğıc formanın içərisindədir. Bir olan versiyalarla biz davam etməliyik. Bozatmadır cümləsində boz sözün kökü bozarmaq, bozatmaq, ma inkar şəkilçisi, d da zaman şəkilçisidir. Bəli, elə cavab 1, 2-dir. Dostiyana sözündə bir şəkilçi var. Mehribancasında da bir dənə leksik şəkilçi olduğu üçün götürmürük. Hansı cümlədə feil söz birləşməsinin aslı tərəfidir?
Baxaq hansı cümlədə feilimiz var və söz birləşməsinin asılı tərəfdə. Asılı tərəfdə həmişə birinci gələn tərəf hesab olunur. Xəsislik artdıqca qəddarlıq da güclənir. Burada xəsislik sözü feildir. Hazırlaşmağın nəticəsi çox faydalı oldu. Hə, B variantını götürə bilərik. Çünki burada maqmək məstərimiz var. Görüş vaxtı cümləsindəki görüş isimdir. Məşq edəndən sonra dincəlmək lazımdır. Burada məşq edəndən sonra cümləsində qoşma ilə işlənən bir ifadə var. Ə, lazımdır nə dincəlmək, nə zaman məşq edəndən sonra. Amma bu söz birləşməsi deyil. Çünki etmək olmaq ifadəsi qoşulduğu sözlə birlikdə bir məna ifadə eləyir. İdman etmək sağlamlığın şərtlərindən biridir. Yəni idman etmək olmaq eləmək vahid bir sözdür və söz birləşməsi hesab olunmur. Sağlamlıq da ki, asılı tərəfdə olsa da bu isimdir. Cümlə ilə bağlı doğru fikri müəyyən edin. Meşədəki küknar ağacları yol boyunca sıra ilə düzülərək sanki oradan keçənləri salamlayırdı. Məstər işlənmişdi. Buradakı məstərimiz varmı? Yoxdur, görmürük. Həm ismi, həm də feili birləşməyə aid nümunə var. Küknar ağacı ismi birləşmədir. Əminəm ki, bilirsiniz. Yol boyunca ifadəsi də həmçinin ismi birləşmədir. Yol boyunca sıra ilə düzülərək. Araqərək şəkilçisi feili bağlamadır. Demək ki, bu iki doğru fikirdir. Bağlayıcı işlənmişdimi? Burada bağlayıcı yoxdur. Boyunca cümləsindəki ca qoşmadır. Sıra ilədəki ilə qoşmadır. Sanki də modal sözdür. Burada bağlayıcı işlənməyib. Deyə 1 və 3-ü çıxaq. 2, 4-ə baxaq. Təsdiqlənən feil məlum növdədir. Təsdiqlənən feillər bərabərdir feilin şəkillərinə. Salamlayırdı ifadəsi var. Bəli, bu məlum növdədir. Çünki xüsusi məna növünün şəkilçisi yoxdur. Cavab C variantıdır. Sözün quruluşca bütün növlərindən istifadə olunubdur. Burada mürəkkəb söz olmadığı üçün biz bunu götürməyəcəyik. Və beləliklə də qrammatikanın izahı bu qədərdir. Növbəti izahlar da olacaq. Kanalımıza abunə olmağı unutmayın. Uğurlar sizə.